Paytaxtın Sabunçu rayonu şəhər şosesində acınacaqlı vəziyyət hökm sürür. Ərazidə yaşayan sakinlər üfunət qoxusundan evlərində otura bilmirlər. Sakinləri təngə gətirən ərazidəki antisanitar vəziyyət xeyli vaxtı davam edir. Küçələrin kənarına atılan tullantılar xəstəlik mənbəyinə çevrilib. Buranın ən gözəl mənzərəsidir. Bura Sabunçu rayonu şəhər şosesi döngə bir ünvanıdır. Kadrlardan da göründüyü kimi küçə boyu hər yerdə zibil görmək mümkündür. Əraziyə atılan tullantılar vaxtında yığışdırılmadığı üçün burada mənzərə hər gün belə olur. Ərazidə üfunət inindən dayanmaq belə mümkün deyil. Amma burada yaşayan sakinlərin qapılarının ağzı yay-qış demədən bu vəziyyətdə olur. Məhəllədə yaşayan sakinlərin hamısı zibil qutusu olmadığından bütün zibillərini bu küçəyə atırlar. Gördüyünüz mənzərə isə hələ zibilin ən az olduğu gündür. Çünki çəkiliş gələcəyini eşidən aidiyyatı qurumlar günlər sonra ərazidən güya zibilləri yığışdırıblar. Gəldilər, dünən təmizlədilər. Təmizlədilər, o köhnə yeşikləri də götürdülər, apardılar. Apardılar, dedilər, indi təzələrlə təzələyəcək, nə edəcək, amma heç nə gəlmədilər, nə ediləmədilər. Yəni, həmişə belə olur. Həftədə 10 gündə bir dəfə gəlib yığarlar, yığmıyorlar. 4 dənə konteyner qoyulmalıdır. Hətta 4 dənə bura, 5-6 dənə də o biri küçə, o biri məhəlləyə. Çünki burada nə qədər ahali varsa, hamısı zibilini gətirib buraxdır. Sakinlərin sözlərinə görə dəfələrlə müraciət etmələrinə baxmayaraq bu mənzərə artıq uzun müddətdir ki, dəyişmir. Gətirirlər, burada 2 dənə qutu qoymuşdular əvvəldən, köhnə. Yıxırlar yerə, içini tökürlər, lapatki ilə zibil maşınına zibil vururlar. Bu nə qədərdir, o Astanokodan buraya, ham buraya ətirir. Bir günün içində yığılır, onu gəlib bir maşın götürmür, 2 gün yığılan bir maşın götürmür zibili. Zibil, ifunət, pişiklər gəlir, eşələnir, sümükdür, nə bilim. Baxırız, iyi verib bilənir yəni bura. Problemlə bağlı Sabunçu Bələdiyyəsindən bildirildi ki, ərazidəki zibil qutularının götürülməsinə səbəb sakinlərin həmin konteynerlərə məişət tullantılarından əlavə təmir zamanı sement, kubik daşlar və s. atması olub. Buna görə qutular müvəqqəti yığışdırılıb. Qeyd edildi ki, yaxın günlərdə sakinlərlə görüş keçiriləcək və zibil qutuları yenidən əraziyə yerləşdiriləcək. Fidan Səfər, İlkin Həsənov, Space xəbər.